Mən istəyirəm ki, Reala qarşı nifrətimi daha açıq şəkildə izah eləyəsən. İzah eləyəsən, yox, göstərəsən. Mən isə videoya baxdım. Ən möhtəşəm oyunda 5-2 dedin. Real üzərində qələbə. Burada heç tənzih yoxdur, möhtəşəm oyundu həqiqətən. Siz tərəfdən çox əla oyun idi. Orada onu da vura bilərdiniz. Orada deyirsən ki, bu dominant futbolu mən çoxdan da Realın Barcelona qarşı son illərdə belə dominant futbolu yadımda deyil. Nə deyə bilərsən bu haqda? Bu ilki 2-1 qalibdir. Dominant idi. Hesaba görə olmasa sual versən qoymursanlar. Gördü deyim də, məsələn Premier gətirim və sual verim ki, olmayıb 2-1, olmayıb bu Superkubok 5-2 yox, ondan əvvəlki Superkubok 4-1. Çox orada 2 dənə moment olub Barcelonaya olmayıb. 4-0 kubokda olmayıb Benzema xəttəri. Yəni dominant qələbələr olub da son illərdə. Niyə bunu qəbul etmək istəmirsən? İlk növbədə Ay Fuad. Qəbul etmək üçün danışım icazə verirsiniz. Abdul bəy, dominasiya dedikdə mənim məntiqimə əsasən dominasiya hesabda olmur, dominasiya oyunda olur. Okay. Bəzi oyunlar olur ki, həmin oyunda 5-0 və yaxud 4-0 hesablı qalib gələ bilərsən, amma oyunda dominantlıq ola bilməz. Misal olaraq mən ötən mövsüm Barcelona Bayern München. Barsa həmin oyunda 4-1 hesablı qalib gəldi. Yəni bu məntiqlə dominasiya sayılır da bu. Məntiq hesaba baxsaq dominasiya sayılır. Amma bu dominasiya deyildi. Ona əgər diqqətlə baxmışdınızsa, özünüz də görərdiniz ki, Barcelona qapıya cəmi 4 zərbə endirmişdi və 4-ü də qol olmuşdu. Və həmin oyunda Bayern Münxenin real qol epizodları Barsadan qat-qat çox idi və Bayern Münxen daha rahat oynasaydı, daha biraz rasional oynasaydı, bəlkə də Barsa həmin oyunda qalib gəlməyəcəkdi.